Çoxsaylı istəkləri nəzərə alaraq bugünkü videomuz Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsi haqqında olacaq. Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsi 1999-cu ildə yaradılıb və hələ də fəaliyyətini davam etdirir. Burada tələbələr nəzəri biliklərlə yanaşı, təməl və klinik fənlər üzrə praktiki təcrübə də əldə edirlər. Fakültənin stimulyasiya mərkəzi, anatomik muzeyi və klinik bazaları tələbələrə real xəstəlik halları üzrə işləmək imkanı yaradır. Fakültəmizdə tədris olunan ixtisaslar bunlardır: tibb, stomatologiya, əczaçılıq, hərbi tibb, psixologiya, ictimai səhiyyə və tibb bacısı işi. Həmçinin qeyd etmək istəyirəm ki, fakültəmizdə yalnız tibb ixtisası üzrə sabah qrupları fəaliyyət göstərir. Instagram və digər sosial media platformalarında mənə fakültə ilə bağlı çoxlu suallar gəlir. Bu qısa video ilə sizi məlumatlandırmaq istədim. Hər hansı bir sualınız yaranarsa, rəy bölməsində mənə bildirməyi unutmayın.